Bismillah. Bugünkü sualımız bu şəkildədir. Donuzun və ya ölü heyvanın, leş heyvanın dərisindən hazırlanmış ayaqqabıları alıb satmaq səhihdirmi? Cavab belədir. Donuz dərisini satmaq səhih deyil. Həmçinin meyitdən, leşdən hazırlanmış dərinin satılması da ehtiyata əsasən səhih deyil. Burada istərdim ki, məlumat üçün bir qeydi nəzərinizə çatdırım. Qeyd bu şəkildədir ki, əti yeyilməyən heyvanlar iki qismdir. Bir qismi zatən nəcis olan heyvanlar ki, donuzdur, itdir. Digər qismi zatən nəcis olmayan heyvanlar. Məsələn, digər yırtıcı heyvanları buna misal vurmaq olar. İndi əgər həmin zatən nəcis olmayan heyvanlar şəriət qaydasına uyğun başları kəsilərsə, onların əti və dərisi nəcis sayılmayacaq. Yəni, xüsusi ölən heyvandan, leş heyvandan onun fərqi bu olacaq ki, nəcis sayılmayacaq. Təbii ki, başını kəsdikdən sonra ətinin yeyilməsi haramdır, amma nəcis sayılmır. Yəni, həmin dəridən istifadə edə bilərsən, əlin həmin dəriyə dəysə, artıq nəcis olmayacaq. Amma heyvan özü ölərsə və yaxud şəriət qaydasına uyğun formada kəsilmədən başqa bir yolla öldürülərsə, nəcis olacaq, leş sayılacaq. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.